Süni intellekt dizaynerlərin işini əlindən alırmı və ya alacaqmı? Qrafik dizayn bir vizual kommunikasiya dilidir. Əvvəl oxuduğunuz ixtisasınızın böyük bir önəmi yoxdur. Self-study öyrənən dizaynerlər qorxmasın ki, mənim sertifikatım yoxdur, mən iş tapa bilməyəcəm. Hər kəsə salam, mən Ayşən Qəribova, Matrix Akademiyanın mütəxəssisi. Salam, mən Fatimə İsmailova, Bank of Bakuda kreativ bölmənin dizayneriyəm. Bu gün biz sizin qrafik dizaynla bağlı suallarınıza cavab tapmağa çalışacağıq. Qrafik dizayn nədir? Qrafik dizayn sahəsindəki insanlar tam olaraq nə iş görür? Qrafik dizayn bir vizual kommunikasiya dilidir. Yəni biz əlimizdə olan ideyanı, fikri, brendin kimliyini məntiqli və aydın formada insanlara vizual şəkildə çatdırırıq. Bəs bir qrafik dizayner olmaq üçün biz hansı proqramları bilməliyik? Texniki olaraq əsas ilk başda öyrənirik Photoshopu, Illustrator, InDesign. Daha sonra davam elədikcə qrafik dizayner olaraq formalaşdıqca əlavə toollar öyrənirik, yeni trendlər izlədikcə onlar da öz işlərimizə adaptasiya eləyirik. Qrafik dizaynerlərə tələbat varmı? Qrafik dizaynerlərə həmişə tələbat var. Çünki bayaq da dediyim kimi bizim əsas işimiz insanlara əlimizdə olan fikri aydın formada çatdırmaqdır. Ona görə də düşünürəm ki, bank sektorları olsun, dövlət qurumları olsun, restoranlar, xəstəxanalar, yəni həyatımızda gördüyümüz və istifadə elədiyimiz davamlı bütün müəssisələr öz məhsullarını insanlara bir müəyyən formada çatdırmağa çalışır. Biz də bunun üçün vizual hazırladığımız üçün bizə davamlı olaraq tələbat olur. Müraciət edən şəxsləri bir sualda maraqlandırır ki, biz proqramlaşdırmaya mı keçid edək, dizayna mı keçid edək və yaxud da ümumiyyətlə dizaynda uğurlu olub-olmayacağımızı necə bilə bilərik? Gündəlik həyatımızda da onsuz da əynimizi geyinməkdən tutmuş, ətrafımızda baş verən, yəni olduğumuz ətraf mühitdə atıram, stolumuzun, işlədiyimiz masanı dizayn eləyirik. Məsələn, mən işdə də öz masamı dizayn eləyirəm, evimizi dizayn eləyə bilərik. Bu şeylər onsuz da dizaynın ən başlanğıc mərhələsidir. Bunlarda nisbətən uğurlu olduğunuzu düşünürsünüzsə, məsələn, hansısa dizayna baxanda görürsüz ki, mən burada başlığın yerini dəyişsəm, rəng tonları ilə oynasam daha uğurlu olar. Yəni detallarına qədər incəlirsinizsə bu işi, siz onsuz da bu işin başlanğıc mərhələsindəsiz deməkdir. Bundan sonra self-study-də öyrənə bilərsiniz ki, mən necə inkişaf eləyə bilərəm və ya əgər nisbətən daha məsuliyyətli yanaşmaq istəyirsinizsə, müəyyən kurslara müraciət eləyib bunu daha da inkişaf elətdirə bilərsiniz. Bəs qrafik dizayna keçmək üçün bizim ixtisasımızın çoxmu önəmi var və yaxud da ən çox müsahibələrdə nəyə diqqət edirlər bu ixtisasa keçid zamanı? Real bir кейsdən yanaşım. Bizdə işdə vakansiya yarandığı halda çoxlu CV-lər gəldi və biz CV-lərə baxanda gördük ki, bunun arasında barmen də var, stüardessası da var, müəllimi olub ixtisasını dəyişmiş insanlar da var. Yəni ixtisasınızın, əvvəl oxuduğunuz ixtisasınızın böyük bir önəmi yoxdur. Əsas önəmli olan sizin məsuliyyətli yanaşmanız, daima bunu praktika eləyib dizayn üzrə inkişaf eləməyiniz, fərqli tədbirlərdə fərqli kurslar ala bilərsiniz özünüzü inkişaf elətdirmək üçün. Yəni vakansiyaya müraciət eləyəndə ən çox baxılan sizin portfolyonuzdur, real iş təcrübənizdir, işə sizə atılan briefə olan yanaşmanızdır ki, siz bunu necə vizuallaşdırırsınız. Ona görə ixtisasın çox da bir önəmli olduğunu düşünmürəm. Qrafik dizaynerlər hansı sektorlarda işləyirlər və xüsusən də bank sektorunda qrafik dizaynerlərə ehtiyac varmı? Qrafik dizaynerlər işləyirlər bank sektorlarında elə ən birinci. Daha çox hazırda mən özüm də bank sektorunda işlədiyim üçün əhatəmdə də bank sektorunda işləyənlər var. Reklam agentliklərində işləyə bilərlər. Restoranlarda, coffee shopların hədsiz çox coffee shoplar var və görürəm ki, artıq inkişaf eləmişik burada. Fərqli vizual dillər yaranır. İnsanlar da və maraqla da bunu izləyirlər. Və brendlər arasında rəqabət yaranır artıq. Ona görə də qrafik dizaynerlərə də bu sahələrdə ehtiyac duyulur. Bank sektorunda da var, tələbat var. Məsələn, biz bankda nə işlər görürük? Sosial mediadan tutmuş, reklam vizuallarına, çap məhsullarına, daha sonra ATM-lərdə, filiallarda olan
billboardlar ki Hı var, -hı. bannerlər var, onların dizaynına. Yəni daxildə baş verən PR layihələr olur, sponsorluqlar olur ki, onların vizual işləri olur. Belə işlərdə yəni ehtiyac duyulur. Gündəlik işlərimiz də bundan ibarət olur. Azərbaycanda bu sahədə iş tapmaq nə qədər asandır? Əgər vizual zövqünüzün güclü olduğunu düşünürsünüzsə, trendləri daim işləyirsinizsə, yeni çıxan toolları öz işlərinizə adaptasiya eləyirsinizsə, portfolionuzun güclü olduğuna əminsinizsə və daima portfolionuzu yeniləyirsinizsə ki, bundan fikrimi açım burada. Hı -hı. Məsələn, 2 il öncə gördüyünüz işlə indi inkişaf eləmiş halınızın gördüyü iş eyni səviyyədə deyil və dediyim kimi trendlər dəyişir, yeni toollar əlavə olunur. Məsələn, AI da gəlir işin içinə. Siz AI-yı məsələn işlərinizə adaptasiya eləyə bilirsinizmi? Bunları nümunə olaraq əgər real iş təcrübənizdə yoxdursa belə, konsept iş olaraq görüb portfolionuza əlavə eləməniz sizin yəni sabah müraciət edəcəyiniz vakansiyada da portfolionuzda göstərəcək ki, siz nə işləri görə bilirsiniz, nə dərəcə uğurlusuz hansı sahədə. Məsələn, bəzi adamlar var, sosial media tərəfi uğurlu deyil, amma adam çox qəşəng rəsm qabiliyyəti var, illüstrasiyalar çəkir, bunu portfoliosunda qoyur, necə hansı formada qoyur. Məsələn, kitab dizaynı olur, uşaq nağıl kitabları ola bilər. Ya nə bilim hansısa restoranın brendinqini işləyib adam, amma illüstrativ tərəfini burada göstərib. Yəni hansı sahədə daha uğurlusuzsa, o sahədə konsept işlər yaradıb portfolionuzu güclü səviyyəyə daşımalısınız. Sözsüz ki, burada iş tapmaqda sizin soft skillsləriniz də sizə kömək olur. Onları da müəyyən dərəcə inkişaf elətdirəndən sonra düşünürəm ki, iş tapmaq rahat ola bilər. Aha, bəs hansı soft skillləri biz inkişaf etdirməliyik? Elə ancaq texnika üzərindən gedirik, amma əslində soft skilldə bizim üçün yumşaq bacarıqlar da bir o qədər önəmlidir. Biz verilən deadline-lara məsuliyyətli şəkildə yanaşmalıyıq. Bizə gələn editlərə, feedbackləri şəxsi algılamamalıyıq. Çünki edit həmişə olur və dizayn elədir ki, fərqli insanların zövqü məsələnin içinə girir. Ona görə maksimum gördüyümüz işin uğurlu olduğunu düşünürüksə, uyğun bir dillə siz onu müdafiə eləməyə bacarmalısınız. Əgər gələn editlərə də belə hörmətlə yanaşıb onları da tətbiq edib göstərə bilərsiniz, əgər uğurlu olacağını düşünürsünüzsə. Və gördüyümüz işi də gözəl, aydın formada təqdim eləyə bilmək bacarığımız da bizim üçün çox önəmlidir təbii ki. Hamını maraqlandıran elə suallardan biridir bu. Süni intellekt dizaynerlərin işini əlindən alırmı və ya alacaqmı? Tam olaraq alacaq demirəm. Almağı bizdən asılıdır əslində. Necə almağı? Mən məsələn işlərimizə adaptasiya eləyirikmi? Eləyirik. Əvvəl 1 saata gördüyüm işi indi 15 dəqiqə, yarım saat ərzində həll eləyə bilirəmmi? Bilirəm. Mənə vaxt cəhətdən optimallıq yaradır. Daha çox iş görə bilirəm. AI-yı yönləndirən də onsuz mən özüməm ki, məsələn, prompt yazıram, detallı bir prompt ki, mənə bu detalları olan bir vizual ver. Mən daha sonra o vizualın rəngləri ilə oynayıram, üstünə başlıqlarını yazıram, brendimi özünə xas eləyən elementlərini yerləşdirirəm və brendimə adaptasiya eləyib bunu ümumi bir vizual halına gətirirəm ki, bizdə bankda da olur, kampaniyalar olur. Məhsul gəlir əlimizə, bizə deyirlər ki, vizual çıxartmaq lazımdır. Düzdür, bizim tool qabiliyyətimiz bizim üçün çox önəmlidir, texniki bacarıq olaraq bizi yuxarıya aparan şeylərdən biridir. Amma məsələn, mənim 3D bir element render eləməyə kifayət qədər vaxtım olmaya bilər. Mən istədiyim materialı tapıram, formanı hazırlayıram, yönləndirirəm ki, mənə bu formanı 3D render olmuş halını ver. Daha sonra o mənə verir, ürəyimə, yəni vizualıma uyğun ola biləcək formaya gətirəndən sonra mən artıq başlayıram bunu vizualıma adaptasiya eləməyə və mən bir günə hazırlayacağım işi mən yarım gün ərzində təhvil verib növbəti işimə keçə bilirəm. Yəni o cəhətdən düşünürəm ki, süni intellekt bizə vaxt baxımından daha çox dəstək olur. Onu yönləndirmək də bizdən asılıdır. Bəzən çox
süni intellektdən istifadə eləyəndə paslana bilirik texniki biliklər olaraq. Hər şeyi süni intellektə də elətdirəndə bizim bacarıqlarımız arxada qalır. Ona görə düşünürəm ki, ikisini eyni anda paralel apara bilərik və apararaq da daha uğurlu işlər ortaya çıxarda bilərik. Junior dizaynerlər müsahibədə ən çox hansı suallarla qarşılaşır? Necə suallarla qarşılaşırlar? Deməli, necə oldu qrafik dizayner oldunuz? Öz təhsil bacarıqlarını, təhsillərini, texniki bacarıqlarını sorğuluyurlar. Daha sonra deadline-la necə işlədiklərini, stres altında necə reaksiyalar verdiklərini, onlara verilmiş olan briefdə, yəni taskı necə vizuallaşdırdıqlarını və taskı müdafiə eləməklərini soruşurlar ki, niyə bu səbəbdən, hansı səbəbdən sən bu vizualı bu formada yaratdın? Daha sonra soft skills-lərlə bağlı kifayət qədər suallar olur. Bu sualların nəticəsində də HR və ya bölmə rəhbəri qərarlaşdırır ki, bu dizaynerlə mən yolumu gedə bilərəm ya yox. Qrafik dizaynerlər üçün sertifikatların önəmi nə qədərdir? Qrafik dizaynerlər üçün sertifikatların çox bir önəmi yoxdur əslində. Dediyim kimi bayaq ixtisasını dəyişmiş insanlar da var idi. Yəni bu insanlar, yəni self study öyrənən dizaynerlər qorxmasın ki, mənim sertifikatım yoxdur, mən iş tapa bilməyəcəm. Qəti elə bir şey yoxdur. İşə götürənlər sizin portfolyonuza baxırlar ən birinci. Yəni sizin portfolyonuz sizin barədə kifayət qədər məlumat ötürür qarşıdakı şəxsə. Sertifikatlar sadəcə burada kifayət qədər kiçik bir rol oynayır. Bunun da səbəbi sizin bəzi diplomlarınız ola bilər ki, beynəlxalq dərəcəli diplomlar, sertifikatlar ola bilər. Bunlar nisbətən rol oynayır, amma dediyim kimi daha çox sizdə rol oynayan sizin portfolyonuzun nə qədər güclü olması, sizin soft skills-lərinizin nə qədər güclü olmasıdır. İşə götürən bunlara baxıb, yəni bu şeylər onun ağlında sizlə bağlı kifayət qədər fikir formalaşdırır. Ona görə diplomlara fokuslanıb mən arxada qaldım deyə düşünməyə ehtiyac yoxdur deyə düşünürəm. Qrafik dizayn sahəsində necə sürətli inkişaf edə bilərik? Ümumiyyətlə sürətli inkişaf yolları nədir? Deməli, qrafik dizayn sahəsində necə inkişaf edə bilərik? Konsept işlər çox görməliyik. Bizə yəni çöldə, telefonla, Instagramda belə gəzəndə çoxlu fərqli markaların vizuallarını qarşımıza çıxır, reklamlar qarşımıza çıxır. Bunlara diqqətli baxmalıyıq, araşdırmalıyıq ki, şirkətin dizayneri niyə belə yanaşıb vizualı yaratmağa? O yöndə mən əgər bu brief mənə gəlsəydi, mən necə yanaşardım buna deyib konsept işlər görə bilərsiniz. Behance-də də buna dair çoxlu nümunələr var. Yeni başlayan dizaynerlər hansısa bir markanı götürür, vizuallar var, onsuz kampaniyalar var. Bunları vizuallaşdırır, öz stilistikasında bir konsept iş yaradaraq paylaşır. Yeni toollar öyrənə bilərsiniz. Bayaq da dediyim kimi daim yenilənirik, daim nəsə trendlərə düşür, daim nəsə gəlir əlavə bizim öyrənməli olduğumuz. Bunların üzərinə düşüb, bunları öyrənərək özünüzü daha çox inkişaf elətdirə bilərsiniz. Çox sağ olun Fatimə xanım, sizinlə söhbətləşmək xoş oldu. Siz sağ olun dəvətiniz üçün. Ümid eləyirəm bu videomuz yeni başlayanlar və qrafik dizaynerlər üçün uğurlu və aydın olar. Suallarına cavab taparlar bizim sayəmizdə. Bizi izləmədə qalın, görüşənədək.